Azərbaycan bu günlərdə daha bir mötəbər beynəlxalq tədbirə, 3-cü MDB oyunlarına ev sahibliyi edir. Minlərlə idmançı və nümayəndə heyətinin iştirak etdiyi yarışların yüksək səviyyədə təşkili yalnız idman arenalarında deyil, həm də onların gündəlik ehtiyaclarının, xüsusilə də təhlükəsiz və keyfiyyətli qidalanmasının təmin olunması ilə birbaşa bağlıdır. Bu məqsədlə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi oyunlar müddətində qidalanmanın təşkilinə və qida təhlükəsizliyi tələblərinə əməl olunmasına nəzarəti həyata keçirir. Agentlik sədrinin müşaviri İlham Mikayılov Real TV açıqlamasında bildirib ki, hələ tədbir başlamamışdan aylar öncə tədbirin keçiriləcəyi rayon və şəhərlərdə, qonaqların qalacağı otellərdə, qidalanma bloklarında və digər ictimai yaşayış və ticarət obyektlərində davamlı və sistemli monitorinqlər aparılıb. Nöqsanlar aşkarlanmış otellərə və ictimai yaşayış obyektlərinə icrası məcburi göstərişlər verilib və tədbir başlayana qədər bütün nöqsanların aradan qaldırılması tam təmin edilib. Tədbir gedişi ərzində hal-hazırda 7 rayon və şəhərdə, o cümlədən Naftalan şəhərində də bilirsiniz qonaqların qalması həyata keçirilir. Həmin 8 rayon və şəhərdə qida bloklarına, otellərin qida bloklarına, ictimai yaşayış obyektlərinə və ticarət obyektlərinə ciddi nəzarət tədbirləri aparılmaqdadır. Hal-hazırda agentliyin 200-ə yaxın əməkdaşı məhz tədbirlə əlaqəli məkanlarda nəzarət tədbirləri həyata keçirir. 45 oteldə qonaqların qaldığı 45 oteldə növbəli sistemlə, 2 növbəli sistemlə nəzarət tədbirləri həyata keçirilir. Agentlik rəsmisi onu da bildirib ki, otellərdə qidalanma ilə əlaqədar bütün menyular, istifadə olunan xam mal və materiallar agentliyin müfəttişləri ilə razılaşdırılmaqla həyata keçirilir. Bununla yanaşı tədbirin keçiriləcəyi məkanlarda, stadionlarda, idman zallarında qidalanmanın təşkili catering xidmətləri tərəfindən həyata keçirilir. Bununla bağlı da 4 catering şirkətinə məxsus 5 mətbəxdə davamlı monitorinqlər aparılır və monitorinqlər çərçivəsində də lazımi göstərişlər verilir. Agentliyin bilirsiniz ki, müvafiq laborator strukturları da mövcuddur. Həm stasionar laboratoriyalar, eyni zamanda Xankəndi və Qəbələdə səyyar laboratoriyalar qurularaq hazırlanan qidalardan nümunələr götürülür və ekspres müayinələrlə, o cümlədən də stasionar laboratoriyalarda daha dərin tədqiqatlarla həmin müayinələrin tədqiqatı aparılır. Bütün əllərdən, səthlərdən yaxmalar götürülür. Laborator ekspertizalar cəlb olunur və hər hansı bir uyğunsuzluq aşkarlandıqda dərhal həmin uyğunsuzluqların aradan qaldırılması təmin edilir. Şükürlər olsun ki, bu ana qədər tədbirin keçirildiyi məkanlarda istər idmançılar tərəfindən, istər iştirakçılar tərəfindən hər hansı bir qida ilə bağlı şikayətlənmə hallarını müşahidə etməmişik. Onu da qeyd edək ki, tədbir çərçivəsində agentliyin müfəttişlərindən ibarət monitorinq qrupları yaradılıb və həmin qruplar tərəfindən qeyd olunan rayon və şəhərlərdə, ictimai yaşayış obyektlərində, habelə tədbirdə iştirak edən könüllülərin, müxtəlif texniki personalın qidalandığı məkanlarda növbəli sistemlə monitorinqlər həyata keçirilir. Hazırda da bu nəzarət tədbirləri aktiv olaraq davam etdirilir.